Halal süfrə, canlı musiqi. Niyə imiş? Çörək yeyəndə canlı musiqiyə qulaq asarsansa mədə yaxşı həzm eləyər. Qardaş, mədəsi yaxşı həzm eləyən insanları görürük də. Bu dəqiqə 70 il yaşayan yoxdur. Köhnədən də köhnə insanlar da süfrədə. Ay bala səsi çıxartma, süfrədə danışmazlar deyərlərdi. 80, 90, 100 il rahat yaşayarlar. Qardaş, nə örfümüzdə, nə adətimizdə, nə dini inancımızda. Mən yəni namaz əhli də deyiləm, yəni nə dini inancımızda. Mən bilən, yəni çörək yeyəndə musiqiyə qulaq asmaq yoxdur. Biz Azərbaycanlıyıq, axı əziz qardaşlar, biz İtalyan deyilik. Çörək yeyəndə səssiz, sakit oturarsan, Bismillahirrahmanirrahim, çörəyi yeyərsən, əlhəmdülillah, şükür olsun Allahım. Ay mama, Allah artıq eləsin. Ay filan kəs, Allah artıq eləsin. Vəssalam, qalxdın da süfrədən qardaşım. Yox, bir dənə filan mahnı oxusaydı, iştahım açılardı. Biz qardaşım, Azərbaycanlıyıq, Azərbaycanlı kimi yaşamaq da bizim layiqimizdir. Örfümüz, adətimiz, ənənələrimizi də qorumaq bizim üçün şərəf məsələsi olmalıdır.